üzvü ilə müsahibə etdi. İrana qarşı mənfi təbliğat məqsədi ilə hazırlanmış Aynes kanalının bu reportajında terrorçu münafiqlər qara güruhunun Şükrullah Müttəhimin və Həmid Xərrazi adlı iki üzvü özlərinin Azəri dostlarının köməyi ilə müvafiq olaraq 9 və 2 il yarım müddətində Azərbaycan Respublikasında yaşadıqlarını etiraf etdilər. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu gün də Səhər Beynəlxalq telekanalının Azərbaycan Respublikasında terrorçu münafiqlər qruplaşmasının üzvlərinə sığınacaq vermənin səbəbi haqqındakı sualına cavab verməkdən boyun qaçırıb. Rəsm başı bundan öncə bu ölkənin anti-İran terrorçu qrupları, o cümlədən münafiqlər terrorçu qruplaşmasını dəstəkləmədiyini bildirmişdi. Aynes kanalının xalq mücahidləri adlandırdığı bu qruplaşma açıq-aşkar şəkildə İranda günahsız insanlar və rəsmilərin qətlə yetirilməsi və bomba quraşdırılmasının məsuliyyətini üzərinə götürüb. Bakı Tehranla təhlükəsizlik memorandumu imzalamaqla İranın təhlükəsizliyinin düşmənləri ilə əməkdaşlıqdan çəkinməyi qeyd etmişdi. Lakin Aynes kanalında yayınlanan son məlumat Bakının 9 il ərzində öz ötəliyindən boyun qaçırdığını göstərir. Milli Təhlükəsizlik Nazirliyinə bağlı Aynes telekanalı vasitəsilə anti-İran terrorçu qruplara sığınacağın verilməsinin etiraf olunması son günlər İran medialarının diqqətini özünə cəlb edib. Elborz News, Press TV, İBNA və bir çox digər İran portalları da bu etirafı qeyd edərək Bakının münafiqlərə servisi, münafiqlərin Bakıda azad şəkildə fəaliyyəti, Azərbaycan Respublikasında terrorçu münafiqlər qruplaşmasının fəaliyyətinin ifşa olunması qarşısında Bakının sükutunun davam etməsi, Bakı icabı qadağan etməkdən terrorçuları dəstəyə qədər, Azərbaycan Respublikasında münafiq terrorçulara televiziya servisinin verilməsi və buna oxşar başlıqlarla yazılar dərc edib və yüzlərlə, bəlkə də minlərlə İranlının qanına əli bulaşmış terrorçu qruplarının dəstəklənməsi barəsində Bakının cavabdeh olmasını istəyiblər. Azərbaycan Respublikası rəsmiləri son günlər ərzində anti-İran terrorçularının dəstəklənməsi barəsində cavabdeh olmaq əvəzinə Azərbaycan Respublikasındakı orta məktəblərdə hicabın qadağan olunmasına qarşı çıxanları kəskin şəkildə yatırmağa qarşıya məqsəd qoyublar. Anti-hicab fikirlərinin açıqlanmasının davamında Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov da hicab qadağasına etiraz edənləri onlarla sərt şəkildə davranmaqla təhdid edib. Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh danışıqları